Bir dənə qulaq asın. Deməli, bu PDF-dəki olan sual deyil. Son dəfə imtahana düşən sualdır, son sualdır. Və istəyirəm ki, bunu saatdan artıq deyək. Çünki orijinal yolu onsuz da YouTube-da da izahı var. Amma ən xoşladığım sual budur. Bir dənə mənə deyin, qaradan ştirixə getməli, yoxsa ştirixdən qaraya? Qayda bu da. Onu heç Adam. bilmirsinizsə, qaradan ştirixə. İndi baxın, mən tutaq ki, bu tini götürdüm. Bu tinə neçə yazın? Deyin gəlsin. 5 tutaq ki. 5. Bəs həmin tin hansıdır? İştirir. Bax budur. O da Yəni, 4 olsun. elə onu deyirəm. Qayda ancaq sadə əqrəbidir. Bax, ən çox tələbə burada səhv edir. Deyir ki, müəllim 1 saatda 30 dərəcədir. Başa düşün, bu sadə əqrəb istiqamətində gedir deyənəm. Yəni belə. Onda qaydası budur. 1 saat geriyə getməyə 12-dən bir çıxın. 11 saat sadə əqrəb istiqamətində getmək deməkdir. Bildiniz mi? Yəni bu sadə əqrəbin əksinə gedir axı. Yo, yo, yo. Qaradan. Bax bu qara var ha. Yəni Qaradan qaradan qırıqlara doğru. sən ştirxə. Yox, Bildin? yox, əksinə. Necə? Əksinə gedir axı mən birincidə. Əksinə getmir. Yəni Bir dənə qulaq as. Sən onu Hı. özünə aparmalısan. Şəkil burada belədir. Düzdür. Buradan belə getmirsən axı əksinə deyirsən. Bax bu hissə var ha. Bu hissəni fırladı sadə əqrəb istiqamətində gəlib düz bura çatanda götürsən. Yəni sən özün ancaq sadə əqrəbi edirəm. istiqamətində getməlisən. Bildin? O getmir. O sadəcə durub öz yerində. Qabaqda da verə bilər, geridə də. Yəni Onda oldu 11, 30, 330 bir da də elə. deyəcək, amma bu bir dənə də bunu bir daha deyim. Geriyə Tamam. gedirsənsə, Əkbər, geriyə gedəndə yəni səhv sayılacaq. Bizə lazım ki, ştirixdən qaraya yox, qaradan ştirixə. Qaradan ştirixə də belə yox. Ancaq sadə əqrəb istiqamətində getməlisən deyənə. Əgər burada 5 saat, 4 saat, 1 saat geriyə getmək 11 saat sadə əqrəb istiqamətində getməkdir. 11-i 30-a vuranda bu 330 dursun burada. Özdə hansı sualda nə götürsə özü götür. Məsələn, bu hissəni götürdüm. Bilirsiniz də nə yazım bura? 6. Həmin yerdə bu 7. İndi bax Əkbər, bax bu sadə əqrəb istiqamətində gedir. Yəni qaradan ştirixə neçə saat fərq var? 1 saat. 1 saat. Qaradan O ştirixə. da olacaq Bu da 30. nə olur? 30 dərəcə. 30. Bax, özünüz qərar verirsiniz. Məsələn, hansı hissəni? Məsələn, mən bu nazik hissəni götürürəm. Tutaq ki, bura həmin yer harda? 10. Bu da 10'dur. 4 saat. 4 saatte nə qədər elədi? 120. Aşağıdakını götürmək olmaz 7-yə. Hansını istəyirsən götür. Bunu istəyirsən, bircə saniyə. Bunu, Yox, hə, hə. bunu, Aha, bəli. bunu götürdüm də 10 saat. Yox, onun qırıq-qırıq xəttə yanındakını götürsən Yox, nə yox, olar? yox, yox. Bir dəqiqə. Bununla bu eyni deyil axı. Düz bax ha. Bu başqa fiqurdur, bu başqa. Ha, eyni. Ha, tamam, Bəs çaşdım. sən istədiyin tərəfi götür. Həmin tərəf hardadır, onu qəbul edirsən. Bu tərəf Hə, bir görmədim, oxşatdım ona biri də budur, götürmə. bildin. Deyirsən ki, Aha, müəllim, bu 6'dır, bu da 10'dur. bu 4 da nə qədər elə 4 dəfə 30 120. yazacağam. Onu bax nə içindədir. Hə, baxın bir dənə özünüz bax. Eynidir, eynidir, eynidir. Düzdür. Sizdə hansı rahatdır? Bax bu tin. Bu tin biri Ha, buradadır. Bura olsun 9'dur. Bax yenə 9. həmin sual gəldi ha, diqqətli olun. Amma bu nədir? 7. O da 7. İndi bu geriyə gedib 2 saat. 2 saat geriyə getmək 10 saat saat əqrib 10 saat. istiqamətində getmək deməkdir. Bildiniz? İstəyirsiniz əllə sayın da 9-dan 12-yə kimi 3 saatdır. 12-dən də 7-yə kimi 7 saatdır. Amma dediyim kimi Kırığı olsun yatırım. qırıqdan yox, bayaqdan nə deyir? Bax qaradan işləyəcəm. Yəni sən döndərmək üçün bunu belə ancaq bəli, baba belə gəlməlisən. Bildiyin belə fırlanmalısan. Buradan burada neçə saat eləyəcək? 3 sonradan 7, 10 saat. Amma deyirəm 10 saat o da deyirsən ki, bura 350. 9'dur, bura 7'dir. Əzbər bil ki, geriyə 2 saat getmək 12-dən 2 çıx 10 saat. Onu da vurduq nəyə? 30'a. 350 Bu da olacaq. 300 elədi. Bir dənə də burada balığın quyruğunu götürək. Məsələn, bura. Yox, quyruğunu götürək. Bura. 11 olsun. 10 hə 10 Mən olacaq. olsam 10 götürərəm, mən olsam. Ha, 10 olacaq, hə. Bura 10 götürərəm. O da 5. 4 dolar, 5 dolar. Hə, 4 dollar. Hə. 4 olacaq, hə, 3 4. Ne böyle 180.
Onsa 184'dür. Orada yani o Hə, onsa əksi, hə, o bəzi bir də ki, məsəl üçün burada artmaz burada. O səsləmə ən az dərəcədən başlayacaq. Mütləq. Romantik nə hesablanır dərəcə variantı. o heç variant çoxdan çıxıb ha. Həmişə imtahanda variantlara baxın. Amma mən sizə iki yol da dedim. İndi kimə saat rahatdır, saatdan eləsin. Kimə orijinal rahatdır, orijinalını bildiniz. İndi məncə saatdan daha rahatdır. Onda hə 180 elədi. İşləsəz. Çünki daha belə baxanda təxmini bilsən ki, neçə saat yazsın, belə bir şeylərdir. İndi Bir dənə cavablara baxardıq da, hə. cavabı neysən? Cavabı olsa çıxıb da hamısını elədik. Amma hər bir halda bir ikisini tapanda onsa variantı da nə eləmək olar? Tapma olar, çıxma olar. Qaydaq bura. Deməli, nə deyəcəkdim? Bircə saniyə bir dənə. Bu sual var ha. Bu dövlət qulunun qəbuluna düşən sualda 2 dəfə düşdü. Baxın, bu misalların hamısında əsas qayda. Birinci ilə ikincidən nə almalısınız? Üçüncü. Ya üst-üstə düşənlər ixtisarcidir, ya üst-üstə düşənlər qalır, nəsə eləyir. Biz bunlara baxmalıyıq. İndi baxın. Birinci oxla birinci ox üst-üstə düşmür. Yəni üst-üstə düşməyənlər nə elədi burada? İtdi. Yenə əmin olaq, üst-üstə düşməyənlər nə elədi? İtdi. Mənfi üstə kim qəbul edir? Elə bir şey. İndi bir dənə üst-üstə düşənlərin qərarını da siz verin. Nə qərar? Qayda budur. Üst-üstə düşənlər olduğu kimi qalır, yoxsa tərsinə yazılır? Tərsinə yazılır müəllim. Burada belə də. Bax, bir dənə onu deyirəm. Bir də hamı qulaq assın, çox xahiş edirəm. Hər misalın özünün qayda. Bax, sənə başqa bir şəkil verəcəm. Orada üst-üstə düşənlər ixtisarcı edəcək, düşməyənlər nəsə qalacaq. İndi hərəsini bilir. Məsələn, burada standart o qədər suallar görərsən ki, üst-üstə düşən elə olduğu kimi qalır. Amma burada nə edib? Tərsini edib. İndi baxın, bir dənə əmin olaq. Bax, birinci ilə birinci üst-üstə düşübmü? Ağzı necə olub? Əksinə. Sonra burada da birinci ilə birinci üst-üstə, üçüncü ilə üçüncü üst-üstə düşübdür, ağzı əksi olub, belə. Və bir dənə ortaya baxın, orta üst-üstə düşmürsə silinməlidir. İndi tələsməyin, pozun buna. Cavabı siz deyin. Ekran kim yazıbsa onu da pozsa yaxşı olar. Cavab dedi müəllim, heç bir üstə düşmür. Hamısı əksi. Cavab deyil. Diqqətli olun. Başqa kim nə cavab deyə bilər? Başqa variant deyən var? Yoxdursa bəli, cavab deyildi. Mən özüm bəzən elə edirəm. Başlayırlar tələbələr, hə, onda B, onda C. Belə şeylərin təbii ki, öz cavabının üstünə qalır. Yəni, baxaq özümüz üst-üstə düşmürsə, nə elədi? İtdi. Üst-üstə düşmürsə, itdi. Üst-üstə düşmürsə, itdi. Bu misalda belədir. Birisi nədir? Bu, birisi hansı misallara oxşayır? Ağ-qara temalı olur. Məncə onu bura hə deyir. Hərəsindən elə bir şey bir-bir yığılmışam bura. Bir dənə qulaq asın. Və bayaq da yaxşı bir sual verdin ki, həmişə belə olur. Həmişə elə deyil. Hər bir misalın özünün qaydası var. Bax, bu misalların da qaydası deyir ki, yenə birinci ilə ikincidən üçüncü ilə almaz. Amma bir qərar verin də özünüz. Bax, qara var ha, yuxarı hissə. Qaranın üstünə qara düşübsə, burada nə verir? İndi orta hissəyə baxın. Ağın üstünə ağ düşüb, nə verir? Qərar verdi. Bir dənə ən dibə yazın. Ən dib. Qaranın üstünə ağ düşüb orta. İndi bu belə sonda yazaq ki, başa düşəsiz. Deməli, qaranın üstünə qara ağ verdi. Ağın üstünə ağ qara verdi. Qaranın üstünə ağ gələndə qara olduğu kimi qalır. Hakim, tələsmi variantı tapın amma eyni qaydalarını istifadə edin. Qara. Adı da müəllim. Adı müəllim, hamısı qaradır. Diqqətli olun da, həmişə tez deyirlər, variantı səhv deyirlər tələbələr. Diqqətli O olun. birisi variantları görmürük, amma A'ya oxşayır. Olacaq. Çünki hamısı şeydir. Buyurun, o biri variantda. Bəli, bəli, A. Son Ağın qərar. üstünə Başqa ağ variant qara. yoxdur. Yox, ağın üstünə Bəli. ağ qara, Ağın qaranın üstünə üstünə ağ ağ qara. qara, ağın üstünə ağ qara, qaranın üstünə ağ qara. İndi mənə qulaq asın. Bu yalnız bu misalda belə də. Başqa sual görəcəksiniz. Orada verir ki, qara ilə qara üst-üstə düşəndə elə qara qalır. Yəni biz bilmirik. Hər misalın özünün qaydası var, bildiniz. İndi bununla bağlı bir sual var. Bir dənə hamı qulaq assın. Ekranı kim yazmışsa pozsaydı çox yaxşı olardı. Pozmasa da canı sağ olsun. Deməli burada Necə pozar müəllim? Bilmirik kim yazmam. Biraz qamıq. Yox, eyb yoxdur. Bir dənə qulaq asın. Deməli bu dövlət qulu imtahan sualıdır və əslində mən biraz gözləyəcəm.
Biraz gözləyəcəm. Birinci növbədə sizdən nə istəyəcəm? Bir dəqiqə. Birinci növbədə əslində siz mənə bu sualı verməli idiniz. Bəs müəllim, biz nə bilək ki, sətr üzrə gedir, yoxsa sütun üzrə gedir? Mənə deyin görək, bunu necə bilək ki, sətirdir, sütundur? Yox, aşağı olsaydı sütun. Mənim yoxlamaq lazımdır da. Sətri Yox, üstə yoxlamağa düz baxmaq gəlmir. lazımdır. Qayda var. Başa düşün bunu. Əgər sütunda görürsünüz ki, fiqurların sayı azalır. Fikir versiniz, burada azalma baş verir. Görürsünüz burada. Belə Aha. əslində bax 10 dənə sualın bax deyirəm ha, 9-u sətr üzrə gedir. Ondan 9. Amma bəzən sütun gedir, amma onun da qaydasını bilin də. Demək istəyirəm odur ki, sabah sizə bu sualı verdi. Bir dənə gözləyin. Sabah sizə bu sualı verdi, belə qoydu. Düzdür? İndi burada azalanlar hansı hissədədir? Sağdır. Milyard faiz sətr üzrə gedir. Qayda nədir? Üst-üstə düşənlər ya qalır, ya da üst-üstə düşənlər ixsa gedir. Amma belə veribsə birinci sütun üzrədir. Və çətin bir sual deyil. Tez o dəqiqə Sualın iki yerinə eyni görə şey təyin olunur. götürürsünüz. Deməli, iki də eyni şey götürürsünüz. Bircə səni bir dənə hamqulası. Məsələn, üst-üstə düşənlər qalırmı, yoxsa itirmi? Qərar Qalır. ki, artıq üst-üstə düşənlər qalır. Bir dənə də baxaq burada. Orta sırada qara ağla yalnız qara ağ üst-üstə düşür. Nə edir orada? Qalır. Qara ağı saxlayır. Üst-üstə düşməyənlər nə edir? İtir. İtir. Bir. Ona görə baxıram aşağı hissə bizdə nə etməlidir? Qalmalıdır. Sonra orta hissə hamısı, yoxsa ilk ikisi? İkisi qalır. İlk İkisi ikisi. bir qalacaq. Amma yuxarıda bir dənə bu hissə, nə? Bu hissə. Onda A olacaq. Ha, Tələsmə. yox, Bu boyda şey eləmişik. Allah səhv Ha, görmədim, C. Tələsmə. C, hə. Tələsmə. Təbii ki, A-la C bilsən də oxşayır, bildin də bir dənə problem bunun burasında qara Ha, oldu. rəngini görmədim. Ha, ona görə. Amma C. siz mənə tam başa düşdünüz nə demək istəyirəm. Sətir də ola bilər, sütun da. Birinci ona bir baxmalısınız ki, mən sətir mi gedim, sütun mu gedim? Belə şey. İndi burada sütun getdi, çünki azalan var idi, Bəli. düzdür? Amma sabahlarım bir daha deyirəm. Bir daha deyirəm. O görə belə sual yox. Sabah belə. Belə də olur, onda sətir üzrə gedir. Və təbii ki, bu misalın iki qaydası var. Ya eyni fiqurlar əgər itir, ola bilsin imtahanda eyni fiqurlar üst-üstə düşənlər ixtisar edir. Belə. İndi qaydaq təzədən təbii ki, bu metodlara bir saniyə. Bir dənə hamı qulaq assın. Bir dənə birə baxaq. Bir də belə tipli suallar var. Deyir ki, digərlənən, fərqlənən şəkil tapın. İndi mənim əsas digər suallar izahı var. Sizcə hansı fiqur bir-birindən fərqlənir? Hansı variant? Y variantı. A bəndidir müəllim məncə. Yox, tərsinə söhbət deyil. Əgər iki fiquru verilirsə, bəli. Baxın, bu üçbucaqdır, bu da üçbucaqdır. Düzbucaqlı, trapesiya, bu da trapesiya. Bax, bu var ha, bu parallelogram fiqurdur, bu trapesiyadır. Ayrı-ayrı sualdır. İndi bir dənə qulaq asın. Bəzən tələbə deyir ki, müəllim, bunu belə bəlkə siz o formatda düşünmüsünüz, eləmişsiniz. Yəni təbii ki, biz misal izah eləyəndə çalışırıq ki, elə düşən sualların özlərini izah eləyək. Bu sualı kitabdan salmışdılar. Baxın, elə buradan salmışdılar. O şəkildə bu. Hə, baxın görün, eyni sual deyil ki, cavab nədir burada indi? İndi fərqli fiqur hansındadır? Biri paralelogramdır, biri trapesiyadır. Bildiniz? Yəni o qədər suallar var ki, valla olduğu kimi yenə də imtahanlara düşür, amma Asan suallar düşür və ya. düşəndə düşür, niyə düşmür? Bir dənə, iki dənə baksın. Yox, daha elə kökündən vurmur da. Kökündən vurma sən də bir dənə amma düşəndə düşür də. Şəkillər mövzusu biraz pis düşmür. Ən çox düşən ümumiyyətlə məntiq hissəsində şəkillər mövzusudur. İndi qulaq asın. Bax, bir də indi biraz asan suallar var. Bir dənə birinin üslubunu deyim. Bax, bu 4-dür, 5-dir. Bax, hamısı eyni fiqurlardır. Görürsünüz, hamısı eynidir. Deyir ki, fərqlini tapın. İnşallah ki, bunlardan düşsün. Bu sual sadəcə imtahan sualıdır. Ən yaxşı üsulun bir dənəsini deyəcəm, bəsinizdir. Baxın, bir dənəsini çəkdiniz vərəqə, bir dənəsini və bir vərəqə çevirirsiniz. Bir dəfə çevirmək 90 dərəcə deməkdir. Məsələn, bir dəfə çevirdiniz. Hansı variant alındı? Hansı variant alındı? Sev. Burada C. mən belə çevirdim size. Fərqi yoxdur, necə çevir? Yəqin onu da alacaq. Bir dəfə çevirə B. B. Bir dəfə də çevirə Y.
Düzdür? Yeah. 4 dəfə Aha. çevirsiz, biri nə edəcək? Alınmayacaq da. Nə qədər eləsiz deyə alınmır. D Bu qaldı. suallar rahat sual, amma belə eləyin də, mən dediyim kimi eləyin. Bir dənə burada belə bir sual var idi. O var ki, bir dənə o imtahana da düşdü bundan. Bizə saniyə deyəsən 2023 ildə aprel. Amma bu şeydir. Dövlət quru imtahanı. Məncə bura hərdir. Bax, bura düşüyor. Bu sual bizim PDF-imizdə var. İndi neçənci sualda dəqiq bilmirəm, amma var. Çox xoşladığım sual idi. Yəni istədiyim sual. Nə mənada? Tələbələr birinci bir az çaşmışdı. Mənə deyin. Mən bu A bəndini götürüb çevirsəm. Hansısa variant alındı? Düz baxın da alındı mı? Yox. Hə, Xeyr, xeyr. olduğu üçün Evet. alındı. Xeyr. İkinci dəfə çevirəm. Alınmır da. Alınmadı. Yox. Düzdür, alınmır. Yəni çox da hə. Məsələ bilsin nədir? Bəs yaxşı, A bəndini nə qədər elədim, heç variant alınmadı. Cavab nə olacaq? A deyirəm, müəllim, A'dır. Yəni səhvdir bu. Bildiniz bunu. Amma 50 dəfə deməyimə baxmayaraq imtahanda sağ olsun bir tələbə deyir müəllim, A-nı nə qədər çevirdim, gördüm ki, digər variant alınmır. Dedim ay Allah, nə olar götürdüm. Hə. Ne olur? Gəl, salam versin, gəl. Çalışın gecikməyin, çünki çox gecikmişsiniz 1 saat. Çünki izahlar ki, izah atacam o saatmanla, bildin. Amma çalışın həmişə vaxtında deyən ki, nə qədər çox işləsə o qədər yaxşı. Gəlin bir dənə 4 variantı göstərək də, şübhə qalmasın. Siz niye her defa A variantını? Yox, ürəyin nə istəyib Yok, götürürsən. bildim. Ha. Yani birini seçirsiniz fırlatırsınız. Birini seçsən fırlatsan. Bax, qayda budur. Ya, ay, Liboy bir dənə variantı çək. Liboy bir dənəsi. Ya fırlanacaq, 4-ü də alınacaq, biri qalacaq. Ya da ki, əgər nə qədər fırladırsansa alınmırsa, demək ki, elə cavab olur. Bildin? İstədiyin variantı çək, onun heç bir önəmi yox. İndi bir dənə təsdiqləyək. 90 dərəcə çevirdim. S alındı mı? 90 dərəcə çevirdim. Bilsin nədir? O deyir alındı, ki, o da iyi. asan suallar düşür. Başa düşün. Bəzi asan sual düşəndə, məsələn, bunu niyə imtahan stresində şifahi eləyəsiz, xəttləri qarışdıra bilərsiniz da, düzdür? Niyə elə eləyəsiz ki? Bəzi görsəz ki, şəkil pis şəkildir, vərəqə çəkin, vərəq deyil. Bax, belə bunları eləmək lazım. Burada xəttlərlə bağlı bir şey var idi. Bir də ora qayıdaq təzdən. Deməli, bir saniyə. Sağ olun, salama. Hə, bu, yaxşı. Yadımdan çıxmamış. Bunu da izah eləyək. Mənə qulaq asın. Bir də bəzən tələbələr deyir ki, müəllim, 94 dənə sual vermişsiniz, 94-ün də izahını eləməmişsiniz ha. Allah sizə ki, daha hamısını izah elədim, siz nə işləyəsiniz? Yəni, biz hər fərqli misaldan izah eləyirik, yolların deyəcəyik. Siz başdan işləyəcəksiniz, nə eləyəməzsiniz, onun sonra gələndə mütləq sualla getməlisiniz. Bax, bu asan bir sual tipidir, amma bunun çətin də var, bu hissə. Birinci tam olaraq izah verib, dərhal ki, hamı qulaqsın. Məsələ cavab tapmaqdan deyil, yolun bilə. Bizə deyir ki, 1 ilə 2-nin opsi cəmi nədirsə, 3-dən 4-də də o cür almalıdır. Bir dəqiqə, olarmı ki, bir dənə izah edeyim? Variant istəmirəm. Bir dənə hamı başa düşsün deyənə, hamı bir dənə heç kim danışmasın. Deməli, bunun ümumi qaydası budur. Burada olan bütün xəttləri mən bura çəkməliyəm. Mütləq, imtahanda da. Və imtahanda özü şeylə, karandaşla çəkin ki, fərqli yaransın. Mən indi qırmızı ilə eləyəcəm. Baxın, X-in hansı hissəsi yoxdur? Çəkdim bura. Qalan hissəsi vardı X-in. Olanları çəkmirəm. Bəs kvadratın hansı hissəsi yoxdur? Deyirsiniz, müəllim, burası yoxdur. Aşağı hissəsi. Bir də aşağısı. İndi gözləyin. Mən çəkdiyim qırmızı hansı variantdır? Qırmızı hansı variantdır? Dedi, Ye. de. Dedi da. Ye. Onu çəkdim. Qırmızı. dedi. Sırf qırmızı çəkdim. Hansıdır? Dedi. Amma burada əsas bir qayda var. Mənə deyin bir dənə, görüm hələ 2 saniyədə anladınız yoxsa yox. Üçüncü fiqurda olan orijinal xəttlər variantda olmalıdır, yoxsa biz çatışmayanları tapmalıyıq? Yəni, əslində bu Olmamalıdır, sadə müəllim. bir sualdır. Çünki burada bu xətt verilib ha. Düzdürmü? Bu xətt niyə Aha. B-də var, A-da var, C-də var, Y-də var. Onsa olmayan bir dənə hansıdır? Çox Evet. misal olacaq ha, elə. Elə belə deyirəm ha, şey deyir. Buradan bir dənə keçən, deyəsən 2 imtahan əvvəl dövlət quluna burada bir sual var, YÖS-dən salmışdılar. Onu bir dənə tapsam yaxşı olacaq. Amma tapacam. Bir tələbə özə yüksək bal yığsa da, bir dənə bu suala görə doğrudan da o qədər istənmişdim. Deyir, götürdüm 2 saat çəkdim, müəllim, vaxtım getdi. Mən 50 dəfə deyirəm ki, əgər bu şərait varsa, variant çıxa bilirsinizsə, birinci verirsiniz. Başa düşün. Üçüncüdə olan heç bir xətt variantda olmamalıdır. Deyirsiniz ki, müəllim, sol xətti ilə sağ xətti var da.
Niye A'da var? Hər hansı biri də olsa səhv. C'də, Y'də başa düşün. Əgər solda və sağda xəttin ikisi də varsa, biz onları heç vaxt götürə bilmərik. Yəni mənim cavabım onsa nədir? B-dir. O yaxşı yazmışdı, yaxşı bal yığmışdı, amma deyir ki, bunu götürdüm müəllim, bir çəkdim. Yəni ona görə güya çəkmək nə problemdir? Sadəcə vaxtımız getdi də ona. Bir dənə çəkək. Məsələn, birinci fiqurun hər yerini çəkmək istəyir. Birinci altını çəkdik. Sonra bu kvadrat hissənin burası yoxdur, qayda qanunla. Bir də burası yoxdur. Baxın bir dənə çəkdim mi bu? Bitdi bu. Keçsəm ikinci. İkincinin hamısını çəkim, yoxsa yarımçıq burası? Sonra bu Yarım. hissənin bu hissəsi. Gözü burası var. Başqa? Başqa mısı var? Orijinalı bax budur. Bir daha deyirəm. İndi mən bir dənə də istəmirəm buradan izah edim. Qəbul sualı bilmirəm burada idi. Deyəsən burada da var idi bunlar. Qoy görüm burada var idi. Bunu bayaq elədik. Baxmaq sayı. Yox. O deyil. Neyse hansısa imtahanda var. Qoy amma onun PDF-indən tapacağım onu. Yaxşı, istəyirəm biraz tam başa düşəsiniz. Qoy bir dənə də izah edeyim. Biraz içim rahat olsun. Baxın, mən nə istəyirəm? Həmişə o qısa yol aktiv olmaya da bilər. Bildiniz, onun üçün misalın qaydası. Qeyri-adi bir sualdır. Həmişə imtahanda karandaşla başlayıcı çəkmək. Nöqtələr ona görə qoyulmalıdır ki, nöqtənin soludur, sağıdır. Məsələn, bu fiqurun deyirsiniz ki, mənim nöqtənin sol xətti, düzdür? Bir də orta xətti. Bax, bununla bu var axı. Varsa çəkmir. Getdik bu fiqura. İndi bunu çəkim. Məndə yoxdur da, çəkdim. Üst xətt məndə yoxdur, çəkdim. Bir dənə də yəqin ki, görə bilsə, bu T hərfi var ya, burada T. Bir də T də yoxdur məndə. İndi tələsmin, bircə tələsmin. Variant hansı olar? Qırmızı çəkdim. Çünki çox oxşayır bir-birinə. Tələsmin. Qırmızı çəkdim, hansı var? Y variantı olar da müəllim. Bəli. Bir dənə adınız necə olur? Y. Halı. Bir dənə T var ya burada. T olan bir düz deyirsən. A'dadır. Bir də hansı variantdadır? Y'də. Yox, T. Amma orada tamamlanır. Hə. T'ye göre değilse B'de de diyelim var ama. Yoxdur. B'də T var. Pardon aşağıda da önemli. T'dir bu. Burası sürekli. Ha, yox, Allah sözüm. Mən indi şey deyirəm də, belə T var ya burada. Tam silinmiş. Eləyə qalsa bunu 90 dəyiş haş olsun. Amma neysə, məsələ o deyil. İndi T hər dəfə T olmuş. Elə belə adını çəkdim burada. Məsələn, A-la Y-də var. Bildin amma alı burada nə səhv oldu? A-nın bu hissəsi səndə olmamalıdır. Çünki ora boşdur. Qırmızı axırda da çəkmişəm. Çəkməmişəm, düz denə. Belə olsaydı sən dediyin idi. Mən bu nöqtənin burasını çəkməmişəm, burasını çəkmişəm. Bildin? Əgər bu var ha, sabahlarım sənə imtahanda belə verilsəydi, onda A bəndə olacaqdı. Belə. Bir də qatlama ilə bağlı bir şeylər demək istəyirəm. Həmən bu sual deyilmi? Hə, bunu imtahana salmışdılar. Amma dövlət qolu imtahana salmışdılar. Mən sizdən nə istəyirəm? Qısa yolla cavabı tapmaq. Yəni burada olan heç bir oval variantda olmamalıdır. Biraz siz baxın, olsa mən özüm deyəcəm. Burada olan, məsələn, bu 5 dənə nöqtəni görürsünüz, 4 dənə burada, bir dənə ortada. Ortada ümumiyyətlə heç nə olmamalı. Bax, tutaq ki, burasını götürsünüz. Buna görə, bax, bu kəpənəyin bu hissəsinə görə hansı variantda sən? B, C, bir dənə də Y-ni də silək. Bəs yaxşı, ovalın bir də aşağısı ilə yuxarısı yoxdur. O da nə gedir? Cavab A-dır. Amma son bir dəfə də tam izah edeyim. Bəs müəllim, bu nədir? Bu necə çıxardıq buradan? Tam izahı bax belədir. Bir dənə istəyirəm deyim, tam başım var. Bax, bu çevrənin üst hissəsini görürsünüz. Bu da alt hissəsidir. Bax, elə ki, belə bir dənə çevrə tam yaranır. Bax, bunun sağ hissəsi bağlanıb. Burada bir dənə. Elə ki, 4 dənə kuruq yaranacaq. Sonra bunun alt hissəsi var. Buranı bağlayacaq. Sonra bax, sol hissədə buraxmaq. Əslində qayda qanunla, indi baxın misalın tam həllinə, deyir ki, mən bu fiqurun ortasını götürüb qoymuşam suala. Əlavə nələri çəkməlisiniz ki, tam alınsın. O da A bəndi. Tam A izahı olur. bildiniz. İndi bu qədər inşallah evdə başdan eləyərsiniz təbii ki. Sonra bunları istəmirəm deyim, özünüz baxarsınız. Birdən belə suallarda indi bazası olan və olmayan var. Birdən belə suallardan
qorxub eləyərsiniz, həmən bu nədir? Sözün düzü, demək olar ki, heç belə suallar düşmür. Deyəcəksiniz, niyə yazmısınız? Nə? 4 dənə nümunə, 3 dənə hərəsindən yığmışam da. Birdən də düşdüdür. Baxın, ən yaxşı qaydası budur. Qəşəngcə enini uzunluğa vurun. 5-i 4-ə vurun. Bu başı 10 yazın bir dənə. 5-i 4-ə vurdunuz 20. 3-ü 2-yə vurdunuz 6. Bir dənə gözləyin hamınız. İndi enini uzuna vurdunuz, bir dənə qulaq asın. Bir dənə qulaq asın. Enini uzuna vurdunuz elə. Sonra deyirsiniz ki, müəllim, burada yer yoxdur. Əslində bunu əllə sayda. 1, 2, 3, 4 dənə də bu. Yəni 26-ın üstündə nə problemdir? 4 gəlsiz, nə eləyəcək? 30. Amma tez bazar da, yəni bəzi suallar var ki, inşallah ki düşsün, amma bu sual heç nə dövlət qulu, nə meclis demək olar ki, düşən sual deyil. Belə də 5-i 4-ə vurdunuz, 4-ü 3-ə vurdunuz, 4-ü 3-ə 12, sonra 3 dəfə 2, 6, 38, üstünə də 3-ə 41. Belə. Yəni, eləcə kubiklərin sayı. Hə, nə qədər balaca kubikləri olardı. Bu da. Hı? Ne sorular düşse yaxşı. Amma boynuma alım, o kubiklərin sayı bir mənasız sualda oturub kubik saymasın. Yəni, Usuldan düşmür. düşmür. Yox, düşmür. Heç dövlət qulunda da yox. Çünki o sual sadə salmırlar belə. İndi bir dənə də əsas məsələni demək istəyirəm. Tərəzilərlə bağlı gələn dərsdə təbii ki, görəcəksiniz. İndi bir dənə tam qulaq asın. Baxın, ümumi olaraq qaydanı yazacağım. Tərəzilər. Bizim derslerimiz ne olacak? Teraziyle şekiller yoksa Tərəzini qoşdum bunların gözünə. Bildiniz, əslində tərəzi başqa PDF-də var, olacaq. Qurdur, tərəzidir, əlavə edilir. Prosta burada kitabdakı 6 sualı ora köçürtmüşəm. Amma gələn dərs olan şeydir, imtahanlara nə ki tərəzi düşüb, onları yığmışam. Onlar biraz daha samballıdır. Biraz da sualı dəyişmişəm. WhatsApp grubunda Problem deyil. materialları Narahat olun. Dərsdən sonra indi bir dənə yekunlaşdıraq. Onu da deyərik, həll eləyərik. Bir dənə də bəzən riyaziyyatı zəif olanlar bu tərəzidən xoşları gəlmir. Amma sizin hamınızdan əsas birinci tələb eləyəcəyim şey odur. Tərəzidə nə istəsə eləyərsə, amma mən dediyim 4 dənə qaydan sırayla getməlidir. Birinci yazıram, sonra anlayış verəcəm təbii ki. Tərəzidə də ümumi qayda belədir. Birinci ixtisar. Qeyd də yazıram. İxtisar ancaq sağ və solda aparılır. Solda aparılır. Bu şəkildə. Əgər alınmasa, ikinci yol əvəz etmədir. Bunu da qeydin yazım. Hər hansı bir fiqur da ola bilər, hərf də ola bilər. Hər hansı bir fiqurun qiyməti verilərsə aparılır. Verilərsə. Onların hamısı materiallarda olacaq, burada göndərdiniz. Hə, bəs nə? Bunu onsuz da izahını da vuram. Başqa bir dənə YouTube olacaq, atılacaq. Neyse, var da olsa YouTube var. Kim istəyir çək. Çək da, özü çəkin da. Screenshotlarla seçmə, özü çəkin də da. Kim istəsə çəksin. Amma onlaynlarda, yəqin ki, inşallah çəkəndə qrup atar. Əsas onlaynlar atsın. Çəkdin? Hə. Deməli, üçüncü yol 6-6-dır. Bəli, bir dənə bitirin. O qapını örtə bilsəz, çox xoş olar. Bilmirsən, dərs də orada nədir, anlamadım. Deməli, yenə də yüngülvari 5 dəqiqə dözün, biraz havası dəyişsin. Qapını tapaladı. Mənə hamı qulaq assın bir dənə. Tərəzidə ümumi qayda nədir? Əslində tərəzinin ayrıca videosunu atacağım ha. YouTube-u ayrıca atılacaq. Bir dənə də var. İndi bu zapsda da olacaq. Deməli, qayda budur ki, əgər sizə belə sual verirsə, KLL bərabərdir, ta ki ML, məsələn, MK bərabərdir 3. Baxın, hamınız bura baxın. Deməli, ixtisar bu deməkdir. Sağda, solda oxşar hərf gördünüz. Varmı oxşar hərf? Yoxdur. Bu arada ellə ixtisar gedir. Əvəz etmə bilsin nədir? Nə yazırmışam? Hər hansı bir fiqurun qiyməti, fiqur hərf də ola bilər, verilərsə, indi mən M-in qiyməti verilib da, M nəyə bərabərdir? Mən buradakı M-in yerinə nə qoya bilərəm bir dənə? K. Bax, əvəz etmə budur. İxtisar var yenə. Varsa aparsız.
Gözləyin hələ anlayışlar verim. Getmişsiniz imtahanda belə bir sual düşür. M-in bərabər KK eləyir. MK bərabərdir yenə məsələn 3 elə. Bax burada da ipucu var. Çünki 2M, 2K, 2L-dirsə, bəs 1M nəyə bərabərdir? Yenə də K ilə. Və yenə də burada M-i pozub yerinə K yaza bilərik. Bəs müəllim bu 3-4 nədir? Bəs hələ belə nə gördü elə opsi izah şeydir. Deyir müəllim 4-ü yoxladım, gəldim 1-ə, getdim 3-ə, elə şey yoxdur. Bəs nə zaman 3-dən 4 nə olan şeydir? Anlayış verim sadəcə. MK bərabərdir 2 ilə M bərabərdir məsələn 2-dən K-ya. Mənə də ixtisar var sağda solda. Yoxdur. Bəs əvəz etmə var, nə isə yerinə nə isə qoyma olur. Hər hansı hərfin qiyməti yoxdur axı. Bildiniz? Əgər belə olsaydı əvəz etmə var deyəcəksiniz. Elə şey yoxdur. M-lə el, K-lə el. Qayıl olur. Yox, bir dənə baxın. İxtisar yoxdur, əvəz etmə yoxdursa nə problemdir? Alt-alta toplamaq, durub plus qoymaq deyil. MK-nın yanına yapışdırırsınız elemi, LL-in də yanına yapışdırırsınız KK. Alt-alta toplamaq budur. Və indi oxşar hərfi yenə K-lər ixtisar gedəndə 2 dənə M bərabər nəyə? L K-ya. Amma bir dənə bəzi məntiqi şeylər var. Baxın bura. Sabahlarım bəzi suallarda sizdən məsələn 3 şeyli istəyə bilər. Tutaq ki, sizə burada 3 şeyli qoyub sual. Biraz məntiqdən istifadə eləmək lazımdır. Əgər 3 şeyli verirsə, mən alt-alta toplayanda 3 şeyli yaranacaq, yoxsa çarpaz? Bax, bunu tutmalısınız söhbət yan-yana. Yəni kreşimdə elemin yanına 2 dənə el yazıram, MK-nın yanına 2 dənə K yazıram. Və burada M-lə də M gedir. Təbii ki, 3 el bərabər. Bir dənə indi çəkmək üçün çəksin. Mən sizə deməli, əvvəllər imtahanlar, Sokarda da imtahanlar olurdu. Çəkmək istəyirsən. Sokarın da imtahanı olurdu. İndi sonradan ta yığdırılır. Necə? Çarpaz edilir. Bu çarpaz idi, bəli. İndi sizdən soruşacağım ki, xoşum gələn bir sual idi. Deməli, Sokarın öz proqramı idi. 50 dənə məntiq salmışdılar. Hanı o Sokar? Bir saniyə onu tapım. Çox xoşladığım bir sual idi. Burada. Yəni, təbii ki, burasına baxsız, yəni mənim testlərim deyil. Burada 2 dənə tərəzi salıblar. Özdə bir dənə qulaq asınlar. Bəzən tərəziyi belə verirlər. Bəzi tələbə deyir ki, mən bu tərəzi kimi görmədim. Fikrim getdi başqa şeyə. Tərəzidir. Bərabərlik varsa tərəzi deməkdir. Sizcə hansı yoldan istifadə edir? Niyə çarpaz? Dəyişmə var da, onu nasıl görürsən də. Əvəz etmə də olur. Bir dənə xahiş edirəm. Əvəz etmə Qaydan müəllim. standart gedir. Bax, ən 4-cü cavabdan başlayır. A variantı. A bəndi, prosto bir daha deyim, ham başa düşdün. Ən 4-cü qaydadan girişlidir. Əgər sənə burada 4 dənə kvadrat versə, çarpaz elə. Birincisi bunun 2 yol var. Əvəz etmə nə deməkdir? Əvəz etmə. Bax, bu 2 kvadratın yerinə bunu yaza bilərəm, yaza bilmərəm. Niyə? Yaza bilərsən. Əgər eyni şey varsa, yaza bilərsən. Bax, 2 dənə kvadrat nəyə bərabərdir? Bu ifadəyə. Onun cavabını öz yerinə aparıb yazırsan. Onu qoyursun. Bəli. Yəni, bax, 2 kvadratın cavabını əvəz edin. Gətir qoy. Avtomatik çıxır. Yəni, bununla da bunu apar. Problem deyil. Problem deyil. Onsuz da sənin qaydan var da. 3-cü qayda nə idi dedik? Alt-alta. Gəl alt-alta eləyək. Nə problemdir? Bunu alt-alta bilirsiniz da. Yan-yana qoymaq deməkdir. Bir saniyə. Bunu bura qoydunuz. Bunu da bura qoydunuz. Nə problemdir? Yenə bu 3 dənə 1 3 2 kvadrat ixtisar gedəcəkdir. Yəni onun fərqi yox, cavab çıxır. Amma mən əslində bu suala görə açmamışdım bunu. O hanı mənim xoşladığım sual. Test tapmaq üçün hanı o sual. Sizcə mən əvəz etmə yoxdur, bilirsiniz, ixtisar da yoxdur. Sizcə alt-alta toplayaram, çarpaz toplayaram. Bax, fikirləşmirsiniz, elə deyirsiniz. Alt-alta müəllim, alt-alta toplayaram ki, 3 dənə dairə olsun. Suala baxın. Sualda 3 Alt-alta. dənə dairə istəyir. Mən bunu ancaq alt-alta toplayan kimi çıxacaq. Bildiniz. Biraz istəyirəm, həll edirsiniz, amma tez həll eləməyi, yəni məndən nə istəyir? Mən də baxıram bura, 3 dənə dairə olduğuna görə mən 100% bunu bura qoysam 3 dairə yaranır. Alt-alta toplamaq budur. Nə problemdir? 3 uzaq çıxan kimi bizim cavab. Bir dənə sizdən onu istəyirəm. Nə tər gəldi yoxlamayın da. Sıra deyilən bir şey var. Bəli. Birinci. Bax, birinci o əvəz etmə ixtisarda çox da cavabda bilmək olmur. Bir dənə baxın. Ona görə mən gördüm ki, nə ixtisar yox idi, nə əvəz etmə. Onda alt-alta eləyim ki, çarpaz mı? Ancaq suala baxın, özünüz qərar verin. Anladınız?
Bu tərəzi misallar. Bir dənə də indi pis görsənsə də eybi yoxdur. Burada bir sual vardı. Buradan salmışdılar, amma bura saldım. Hansıydı o? Hə, bu idi. Bir dənə də baxın, təsdiqləyək. Amma tərəzinin hələ gələn dəstə başqa PDF-də görəcəksin. Birinci hansı yoldan istifadə edir? Mən onu deyim. Alt-alta Yəni, X'lardan mütləq. Bax, başa düşün. Deməli, KKL ilə KKL gedəcək. Qalacaq M bərabərdir KL. İndi bir hərfin qiyməti varsa dedik ki, mütləq əvəz etmə aparmalısınız. Bax, burada M var ha. M'lərin yerinə nə yazacağım? Birinci 3 dənə K-nı yazmışam. M-in yerinə KL, M-in yerinə KL bərabər 3 dənə L və 1, 2 dənə L ilə də 2 dənə L. İndi mənə qulaq asın. Bax, o bir qrup var idi. Fərqi yoxdur, dövlət pulu başlayan qrup idi ki, bax, neçə tələbə, xüsusilə indi onlaynda olanlar vardı, 3-4 dənə. Deyir ki, deyirəm, niyə eləmədin? Deyir ki, müəllim, mən çarpaz dedim, siz dediyiniz kimi alınmadı. Alt-alta da var. Mən ona görə adam əsəbləşir ki, bax, bizim qaydamız nədir? Birinci çarpaz deyil, axı, birinci ixtisardır. İkinci əvəz etmədir. Bunlar olmasa, hə, çarpaz aldı, ondan sonra, amma sırayla getməlisiniz. Anladınız? Birinci saniyə bir dənə. Yazısı beğendim. Bu da bizim tərəzimiz, amma tərəzinin yeni versiyalarını təzədən görəcəksiniz. O növbəti dərsə aiddir. Prosta bunu vaxtımız var idi, qatdım bunun gözünə.